Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Sağ televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Azərbaycan Səhiyyə İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Sağlamlığa Doğru Qaç layihəsi davam edir. Bölgələrdə keçirilən bu qaçışlarda və yarışlarda bir çox səhiyyə işçiləri iştirak ediblər. Final isə Xankəndində olacaq. Daha ətraflı bilmək üçün izləyək. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə səhiyyə işçiləri arasında Sağlamlığa Doğru Qaç adlı qaçış yarışının növbəti mərhələsi paytaxtda Dənizkənarı bulvarında keçirilib. 17 iyun tibb işçilərinin peşə bayramına həsr edilən layihə tibb işçilərinin fiziki sağlamlığını təşviq etməyi, asudə vaxtlarını səmərəli keçirməyi, həmkarlar arasında birliyi gücləndirməyi və yeni dostluqlar qurmağı hədəfləyir. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqının hazırladığı Sağlamlığa Doğru Qaç layihəsi 17 iyun tibb işçilərinin peşə bayramına ithaf olunmuşdur. Layihəni hazırlamaqda keçirməkdə məqsədimiz fiziki aktivliyi təşviq etmək, üzvlərimizin sağlamlığını qorumaq, asudə vaxtını səmərəli təşkil etməklə yanaşı, həm də gücün, birliyin, iradənin, həmrəyliyin təşviq olunmasıdır. Tədbirdə Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqının tabeliyində Bakı, Sumqayıt və Abşeron rayonundan olan 70-ə yaxın tibb müəssisəsindən 500 nəfərə yaxın səhiyyə işçisi, o cümlədən Azərbaycan Tibb Universiteti və tibb kolleclərinin tələbələri də iştirak ediblər. Bu sayca 8-ci yarışdır. Bundan əvvəl isə yarış Hacıqabul, Ağcabədi, Lənkəran, Qusar, Şamaxı rayonları, Mingəçevir və Gəncə şəhərlərində də baş tutub. Qeyd edək ki, yarışın sonunda 3 qız, 3 oğlan olmaqla 6 nəfər qalib seçilib, mükafatlar təqdim edilib. Yarışda bütün rəqiblərimə qalib gəldim. İdmanın şüarı budur, güclülər qalib gəlsin və elə də oldu. Gələcəyin həkimləri olaraq sağlamlığa doğru bir addım attı. Əziyyəti çəkən hər kəsə çox təşəkkürümü bildirirəm. Bu gün 5 kilometrlik marafon oldu və burada mən öz gücümü sınamaq istədim. Və nəticədə birinci yerin qalibi oldum, bütün rəqiblərimi üstələyərək və çox təşəkkür edirəm ki, bu tədbiri keçirdiklər və biz də burada iştirak edirik. Qaliblər Xankəndi şəhərində final yarışında iştirak edəcəklər. Dünyada ilk dəfə bir insana süni ürək transplantasiya edildi. Bu tarixi anı heç vaxt unutmayın. Gün gələcək orqanlarımız süni olanlarla əvəzlənə biləcək. Başdan ayağa. Və onda biz insan olmağa davam edəcəyikmi bilmirəm. Bu sualın cavabını heç alimlər də bilmir. Amma istənilən halda tarixi xəbəri izləmədən keçməyin. İnsana ilk dəfə süni ürək transplantasiya edilib. İsraildə ilk süni ürək transplantasiya əməliyyatı uğurla həyata keçirilib. Tarixi əməliyyat nəticəsində 63 yaşlı xəstənin həyatı xilas edilib. 7 saat davam edən əməliyyat baş kardioloq və Həddasah Ürək İnstitutunun direktoru professor Ofer Əmirin rəhbərlik etdiyi kardiocərrahlar qrupu tərəfindən həyata keçirilib. Prosedur zamanı xəstənin ürəyi tamamilə çıxarılıb və yerinə süni orqan qoyulub. Qeyd edək ki, implantasiya edilmiş ürək heyvan toxuması ilə birləşdirilən titandan hazırlanıb və qabaqcıl sensorlarla təchiz edilib. Bu yüksək texnologiyalı cihaz orqanizmə həyati funksiyalarını saxlamağa imkan verir. Süni ürəyin qiyməti təxminən $455.000, yəni 773.500 manatdır. Əməliyyatın uğurla başa çatması İsraildə ürək cərrahiyyəsinin yüksək inkişaf səviyyəsini nümayiş etdirir və ağır ürək xəstəlikləri olan xəstələr üçün yeni imkanlar açır. Koronavirus 10 günə 10 dəfə artıb Hindistanda və təəssüflər olsun ki, Hindistan rəsmiləri məlumat yayır ki, mütləq şəkildə karantin dövründə əməl edilən gigiyenik qaydalar riayət edilməsə, vəziyyət daha da ağırlaşa bilər. Ona görə də ümid edirəm ki, yer kürəsinin nə qədər kiçik bir yer olduğunu bilirsiniz və bunu nəzərə alaraq elə siz də gigiyenik qaydalara əməl edəcəksiniz ki, canımızı yeni qurtardığımız bu mərəz bir də bizim ölkəyə tərəf gəlməsin.
Koronavirus 10 günə 10 dəfə artdı. Hindistanda COVID-19 aktiv xəstəliklərinin kəskin artımı qeydə alınıb. Ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə hazırda Hindistanda COVID xəstələrinin ümumi sayı 3395-ə çatıb. Halbuki ötən həftə ölkədə COVID-19-a yoluxanların sayı 257 nəfər olub. Beləliklə 10 gündə bu rəqəm 10 dəfədən çox artıb. Ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, yeni yoluxma hallarının əksəriyyəti yüngül formadadır. Buna baxmayaraq, səlahiyyətlilər vətəndaşları ayıq sayıq olmağa və ehtiyat tədbirləri görməyə, insanların çox olduğu yerlərdə maska taxmağa, sosial məsafəni qorumağa, əl və otaq gigiyenasına riayət etməyə çağırıb. Səhiyyə rəsmiləri yeni pandemiyanın olacağını güman etməsə də, əhalini bacardıqca diqqətli olmağa və gigiyenik qaydalara əməl etməyə səsləyib. Amerika isə COVID əleyhinə yeni bir vaksini təsdiqlədi. Bu vaksin kimlərə vurula bilər və hansı əks göstəriciləri var? Sualın cavabını biləcəksiniz əgər diqqətlə izləsəniz. Moderna'nın yeni COVID-19 peyvəndi təsdiqləndi. Moderna bu həftə sonu elan etdi ki, Amerikanın Qida və Dərman İdarəsi 65 və daha yuxarı yaşda olan böyüklər və COVID-dən ağır xəstəlik vəziyyətində olanlar, 12-24 yaş arası insanlar üçün aşağı dozalı COVID-19 peyvəndini təsdiqləyib. Moderna yeni peyvəndin bu payızda başlayacaq 2025-2026 respirator virus mövsümünə qədər əl çatan olacağını açıqlayıb. Moderna'nın press relizinə görə peyvəndin əsas yan təsirləri inyeksiya yerində ağrı, yorğunluq, baş ağrısı və əzələ ağrısıdır. Bütün ağrılarımızın və xəstəliklərimizin müalicəsi təbii ki, ana təbiətdədir. Alimlər isə daha bir müalicə üsulu tapıblar. Arının balı ilə yox, məhz pətəyinin havası ilə insanları sağaldırlar. Necə? Baxın, biləcəksiniz. Arı pətəklərinin havası ilə müalicəyə başlanılıb. Türkiyənin Egey dənizi sahillərində qeyri-adi sağlamlıq xidməti istifadəyə verilib. Arı pətəklərinin havası ilə nəfəs alma yolu ilə aparılan apiterapiya. Təşkilatçıların sözlərinə görə bu üsul miqren, allergiya kimi problemlərlə mübarizədə və ümumi sağlamlığın yaxşılaşdırılmasında kömək edir. Xüsusilə də ənənəvi müalicə ilə birlikdə tətbiq edildikdə. Qonaqlar birbaşa arı təsərrüfatında yerləşən rahat taxta evlərdə yerləşdirilir. Seanslar gündə 3 saat davam edir və 45 dəqiqəlik intervallara bölünür. Hər 15 dəqiqədən bir pətək dəyişdirilir. Pətəyin özünə məxsus arı qoxusu və mikroflorası var. Qeyd edək ki, terapiya zamanı arılarla birbaşa təmas olmur. Onlar xüsusi divar arxasında qalır. Pətəklər xüsusi filtrlərlə təchiz olunub və bu filtrlər yalnız pətəkdən gələn zəngin hava axınını buraxır. Türkiyə rəsmiləri bu müalicə üsulunun sadəcə marketinq olmadığını, alternativ tibbin ciddi bir hissəsi olduğunu da bildirib. İyun ayı üçün hansı tarixlərdə güclü maqnit qasırğası olacaq? Sualın cavabını bilmək üçün diqqətlə izləyin və bu tarixləri mütləq şəkildə bir yerdə qeyd edin ki, həmin gün mən niyə özümü pis hiss edirəm sualının cavabını öncədən bilmiş olasınız. Ölkədə güclü maqnit qasırğası olacaq. Meteoroloqların fikrincə iyun ayında günəşdə çox saylı maqnit qasırğaları olacaq. Bu qasırğalar ayın əvvəlində, ortasında və sonunda müxtəlif intensivlikdə olacaq. Ölkəmizdə güclü maqnit qasırğası 18-21 iyun tarixlərində olacaq. Maqnit qasırğalarının təsirini minimuma endirmək üçün yuxu rejiminə riayət etmək gərəkdir. Adekvat istirahət bədənə stressin öhdəsindən gəlməyə kömək edəcək. Daha çox su içmək. Bu maddələr mübadiləsini normallaşdırmağa kömək edəcək. Stressi məhdudlaşdırmaq, həddindən artıq emosional yükdən qaçmaq vacibdir. Spirt və kafeindən imtina etmək. Onlar baş ağrılarını və təzyiqi artıra bilər. Təmiz havada daha çox gəzmək, fiziki fəaliyyət həm də emosional vəziyyəti sabitləşdirməyə kömək edir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.